Özbəkistan və Azərbaycan qardaş və dost xalqlardır, qardaş və dost ölkələrdir və bizim bir çox ortaq dəyərlərimiz var Özbəkistanla Azərbaycan arasında və ən əsası da odur ki, bu bütün dəyərlərə əsaslanaraq iki ölkənin prezidenti arasında çox siyasi səviyyədə çox gözəl münasibətlər vardır. Özbəkistan həmişə Azərbaycanın yanında olubdur və Azərbaycan da həmişə Özbəkistanın yanında olubdur. Həm Azərbaycan prezidenti möhtərəm cənab prezidentimiz İlham Əliyev, eyni zamanda Özbəkistan Respublikasının prezidenti Şövkət Mirziyoyev arasında bugün çox gözəl başqa xalqlar üçün, dövlətlər üçün nümunə olacaq münasibətlər vardır. Və bu münasibətlərin nəticəsidir ki, digər sahələrdə də bayaqları mənim hörmətli həmkarım iki tərəfli görüşlərə qeyd etdi. Bütün sahələr üzrə iqtisadi, humanitar, təhsil, bütün sahələrdə çox gözəl nəqliyyat münasibətlər var və eyni zamanda Qarabağda quruculuq işlərinin aparılmasında da Özbəkistan Respublikasının şirkətləri yaxından iştirak edirlər. Və biz prokurorluq əməkdaşları arasında da gözəl münasibətlər mövcuddur, işgüzar münasibətlər mövcuddur. Günü-gündən bizim qarşılıqlı əlaqələr daha da intensivləşir və ümid edirəm ki, bugünkü imzalanmış olduğumuz bu elm tədris sahəsində Özbəkistan prokurorluğunun çox dərin hər tərəfli elmi bazası var, yəni təhsil sahəsində prokuror əməkdaşlarının və bu sahədə əməkdaşlığımızla hesab edirəm ki, kifayət qədər uğurlu olacaqdır. Və biz eyni zamanda razılaşdıq ki, və bu indi də belədir, beynəlxalq təşkilatlarda da Azərbaycan prokurorluğu və Özbəkistan prokurorluğu öz münasibətlərini bir yerdə biz koordinasiya edəcəyik.